Salam, efirdə Region Newsun informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Bugün Baş nazirin rəhbərliyi ilə hökumətin iclası baş tutdu. İclasda bir sıra mühüm məsələlərə toxunuldu. Ətraflı materialımızda. Baş nazirin rəhbərliyi ilə hökumət administrasiyasında iclas keçirildi. Tədbirdə əsas diqqət iqtisadi və təhsil sektorundakı dəyişikliklərə yönəldi. Ötən ilin iqtisadi artım məlumatları ümumiləşdirilib və ilkin rəqəmimiz var. Ötən ilin iqtisadi artımı 7,5% təşkil edib. Beynəlxalq Valyuta Fondu tərəfindən bizə təklif edilən ilkin proqnozda nəzərdə tutulduğundan daha yüksək faiz dərəcəsinə sahib idik və sonra yenidən işlənmiş proqnozu açdıq ki, bu da çox vacibdir. Gürcüstan iqtisadi tarixdə ilk dəfə olaraq ötən ilin sonunda 100 milyardlar çox, adam başına düşən isə ilk dəfə 10 min dollardan çox olub. Keçən ilin sonunda iqtisadiyyatımız 104 milyard larini təşkil edib. Görüşdə qeyd edilib ki, Qırcanisi ərazisindəki Eagle Hills layihəsində satılan 257 mənzilin əksəriyyətini gürcülər alıblar. Ərəb ölkələrinin vətəndaşları isə yalnız 8 mənzilə sahibləniblər. Hökumətin məlumatına görə hazırda qida, dərman və yanacaq qiymətləri ilə bağlı araşdırma aparılır. Pestisidlər və aqrokimyəvi maddələr üçün də oxşar proses başlayır. Həmçinin bildirilib ki, dövlət universitetlərində tələbə kvotaları əmək bazarının təhlilinə əsaslanacaq. Bütün bunlarla bağlı ətraflı məlumatı bu mövzuda brifinq keçirəcək Təhsil, Elm və Gənclər Naziri Givi Mikanadze ictimaiyyətə təqdim edəcək. Buna görə də bu məsələni ətraflı müzakirə etməyəcəyəm. İslahatın ən vacib nəticələrindən birini vurğulayacağam ki, bu da bu kvotalarda öz əksini tapır. Bu islahat nəticəsində TSU ana universitet missiyasını geri qaytaracaq. 1990-cı illərdə və daha yaxınlarda 2004-2012-ci illərdə baş verən hadisələr nəticəsində əvvəlki hökumətin qəsdən zərərli antimilli siyasəti nəticəsində itirdiyi status və missiyadır. TSU müvafiq missiya ilə əsas universitet statusuna qayıtmalıdır. Bu, başlatdığımız islahatın əsas vəzifələrindən biridir. Görülən işlərə görə Təhsil, Elm və Gənclər Nazirinə təşəkkür etmək istərdim. Bu islahat Gürcüstandakı gürcü gənclərinin müasir standartlara cavab verən ali təhsil ala bilməsi üçün lazımdır. Biz bunu mütləq təmin edəcəyik. Növbəti illərdə fəaliyyətimiz buna həsr olunacaq. Baş nazir həmçinin avtomobil parkının artımından da danışıb. Onun sözlərinə görə avtomobillərin sayının artırması yollarda tıxaclara və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Bununla bağlı parlamentə 6 ildən köhnə olan nəqliyyat vasitələrinin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib. Xorvatiya Respublikasının prezidenti Zoran Milanoviç rəsmi səfəri çərçivəsində Gürcüstan prezidenti Mikhail Kavilaşvili tərəfindən prezident sarayında qəbul edilib. Qarşılama mərasimi və təkbətək görüş keçirilib. Prezident administrasiyasının məlumatına görə tərəflər iki tərəfli münasibətləri, əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, iqtisadi əlaqələri və davam edən qlobal prosesləri müzakirə ediblər. Həmçinin bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər. Xorvatiya prezidenti Gürcüstan prezident administrasiyasının və diplomatik korpusun nümayəndələrinin daxil olduğu nümayəndə heyəti ilə səfər edir. Zoran Milanoviçin Gürcüstana səfəri prezidentlər səviyyəsində ilk səfərdir və görüşdə qeyd edildiyi kimi bu iki tərəfli dialoqun və ortaq maraq doğuran bütün sahələrdə əlaqələrin dərinləşməsinə əlavə təkan verəcək. Qeyd etmək vacibdir ki, Avropa İttifaqının genişlənmə siyasəti Avropa bürokratlarının tez-tez müraciət etdiyi kimi manipulyasiya vasitəsi olmamalıdır və biz bu məsələdə dürüst olmağa çalışacağıq. Biz həmişə cəmiyyətimizə məlumat veririk ki, milli maraqlarımıza əsaslanaraq Avropa bürokratlarının münasibətindən asılı olmayaraq istənilən səviyyədə münasibətləri davam etdirməyə həmişə hazırıq.
Xoşbəxtlikdən Avropa Birliyində ədalətsiz yanaşmalara göz yummayan, görüb obyektiv qiymətləndirən və Avropalı bürokratların aqressiv ritorikası əvəzinə dialoq və diplomatiyanı seçən ölkələr var. Gürcüstana mitinqlərdə iştirak etmək üçün gələn və müxalifətə qoşulan digər Avropa İttifaqına üzv ölkələrindən nazirlər gördüm. Bu siyasətçilər mənim ölkəmə, paytaxtıma, mərkəzi meydana gəlsələr, özümü necə hiss edəcəyimi düşündüm. Kim olursa olsun, Gürcüstandakı siyasi partiyalar mənim üçün əhəmiyyət kəsb etmir. Heç bir tərəfi tutmamalısınız. Avropa Birliyi ilə çətinlikləri olan kiçik, siyasi cəhətdən təcrid olunmuş bir ölkəyə təzyiq göstərmək fikri mənim üçün qəbul edilməzdir. Bütün parametrlər baxımından Gürcüstan yüksək artım tempi ilə uğura doğru inkişaf edir. Kömokatli Polis Departamentinin əməkdaşları Interpol tərəfindən qırmızı bülletenlə axtarışda olan Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü şəxsi saxlayıblar. Saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları həyata keçirilir. Mən sizinlə sağollaşıram. Növbəti görüşlərə dək sağ olun, sağlıqla qalın.